Əziz izləyicilər, Əsma-i Hüsna silsiləmizdə 16-cı uca ismə Əl-Qəhhar isminə nəzər salırıq. Əl-Qəhhar nə deməkdir? Bu, hər şeyə qalib gələn, mütləq güc sahibi, qarşısında heç bir qüvvənin dayana bilmədiyi və hər şeyi öz hökmü altında saxlayan deməkdir. Allah Teala Əl-Qəhhardır, yəni o, zalımları və təkəbbürlüləri öz qüdrəti ilə məğlub edir. Bütün kainatı öz iradəsinə tabe edir. Bu isim bizə xatırladır ki, dünyadakı heç bir güc Allahın gücündən üstün deyil və hər kəs onun huzurunda acizdir. Möminlər üçün bu isim həm də öz nəfsini ram etmək, daxili qaranlıqlara və pis vərdişlərə qalib gəlmək deməkdir. Bəs, Ya Qəhhar zikri nə üçün və nə qədər çəkilməlidir? Ya Qəhhar zikri əsasən düşmənlərin şərrindən qorunmaq, zalımların zülmünə son qoymaq, nəfsi islah etmək və keçilməz görünən çətinlikləri aşmaq üçün çəkilir. Bu ismin əbcəd dəyəri 306-dır. Hər gün bu sayda zikr edilməsi insanın üzərindəki mənəvi ağırlıqların qalxmasına, düşmənlərə qarşı heybət qazanmağa və qəlbin huzur tapmasına vəsilə olar. Gəlin, Ya Qəhhar deyərək yalnız uca Rəbbimizin qüdrətinə sığınaq. Allahım, Əl-Qəhhar isminin ucalığı xatirinə bizə nəfsimizə qalib gəlməyi nəsib et. Bizi zalımların şərrindən qoru və haqsızlığa qarşı bizə mənəvi güc bəxş et. Amin. Ya Rabbəl aləmin. Növbəti videoda görüşənədək. Dua.